Aha. İndi isə keçirik. Yəni bir də ki, mənə yadıma salarsınız, inteqrasiya izahını verəcəm sizə. İdrakin inkişafının alt standartları. Ümumiyyətlə, ikinci inkişaf sahəsi idrakin inkişafıdır. 2.1 isə hansı ki, idrakin əsas standartı olan əşya vasitələri haqqında ilkin təsəvvürə malik olduğunu nümayiş etdirir. Baxın, 2.1.1-də burada artıq öz adını deyir və yaxınlarını sadalayır. Əgər sadalama varsa, bu gedir birinci körpələr qrupu. Yəni, ümumiyyətlə, ətraf aləm, yəni birinci, ikinci körpələrdə gedir ətraf mühit, yəni bu olur körpələr qrupu. Artıq orta qrupdan hansı ki başlayır, ətraf aləmlə tanışlıq və nitqin inkişafı, böyük qrupda isə gedir artıq ətraf aləmlə tanışlıq. Yəni, birinci körpələrdə öz adını deyir və yaxınlarını sadalayır. İkinci körpələrdə artıq burada vətənini adlandırır. Orta qrupda vətən haqqında suallara cavab verir. Burada artıq hansı ki vətəndir, ailədir, milli mənsubiyyət bunlar hər biri haqqında məlumat verir. Məktəbazlıq qrupunda isə artıq burada tarixi günlərdir, milli sərvətlər, milli qəhrəmanlar, milli bayramlar. Yəni burada artıq kiçik təqdimatlar edir. Aiddir məktəbə hazırlıq qrupuna. 2.1.2-də isə sadə suallara reaksiya verir. Yəni, tutaq ki, ümumiyyətlə, sadə suallara reaksiya verirsəm, hansı ki, burada müşahidəni məhz 2.1.2 ilə veririk. İkinci körpələrdə sadə suallar əsasında danışır ikinci körpələrdir. Əşyalar və sadə sujetli şəkillər üzrə danışırsa orta qrupdur. Ümumiyyətlə, şəkil üzrə danışmaq 2.1.2-nin alt standartlarına aid. Yəni, sujetli şəkil üzrə varsa orta qrupdur. Müşahidə tiplər barədə danışırsa böyük qrupdur. Səbəb nəticə əlaqəsini müəyyənləşdirirsə, aiddir bu məktəbə hazırlıq qrupuna. 2.1.3 isə artıq burada birinci körpələrdə, yəni ağızdır, gözdür, qulaqdır, bunların hər birini göstərir. Tutaq ki, deyirsən ki, sənin burnun hanı, burnunu göstərir, sənin gözlərin hanı, gözlərini göstərir. İkinci körpələrdə isə artıq burada, yəni müşahidə etdiyi əşyaları adlanır. Nəyi müşahidə edirsə, yəni bunların hər birini adlandırır. Bu aiddir, baxın, ikinci körpələrə. Fərqləndirir orta qrupdur. Ətraf aləmdə baş verən hadisələri adlandırırsa, yəni bu gedir böyük qrup. Bitkilər, təbiətdəki mövsümi dəyişikliklər varsa, ilkin təsəvvürlərini təsvir edirsə, bu aiddir məktəbə hazırlıq qrupuna. 2.1.4-də isə artıq burada canlı-cansız aləm gedir. Baxın, birinci körpələrdə böyüklərin göstərişi ilə tanış obyektləri göstərir. İkinci körpələrdə adlandırır. Orta qrupda fərqləndirir. Böyük qrupda nəticə çıxarır. Məktəbə hazırlıq qrupunda isə artıq burada qiymətləndirmək bacarığını nümayiş etdirir. 2.1.5-də isə baxın burada sualların ümumiyyətlə təbiətdir, ekoloji sualları bunların hər biri 2.1.5 alt standartındadır. Sualların köməyi ilə gülü ağacı göstərir, müəyyən heyvanlar səsinə görə müəyyənləşdirir. Yəni, tutaq ki, artıq burada pişiyi itdən fərqləndirə bilir. Yəni, bilir ki, tutaq ki, bu pişiyidir, bu itdir. Bu müəyyənləşdirirsə birinci körpələrdir. İkinci körpələrdə artıq burada xarici əlamətinə görə obyektləri fərqləndirir. Orta qrupda təsvir edir, hansı ki, böyüyür, uzanır, açılır, tökülür, saralır, bunların hər birini təsvir edir. Böyük qrupda isə suallar verir. Baxın, məqsəd, obyektlərin məqsədidir, hadisələrdir, təbiət, sosial, ekoloji barədə suallar verir və təsvir edir. Bu da aiddir böyük qrupa. Tədqiqat zamanı varsa, yaranan problemlərin həll yollarını müəyyən edirsə, bu da aiddir məktəbə hazırlıq qrupuna. 2.1.6-da isə ətraf mühit, baxın, dedik ki, ətraf mühit birinci körpələrdədir. Ətraf mühitdə baş verən hadisələri bir-iki sözlə ifadə edirsə, baxın, bir-iki söz varsa birinci körpələrdir. Ətraf mühitdə baş verən hadisələr haqqında fikrini ifadə edirsə, ikinci körpələrdir. Gündəlik rast gəldiyi, ona tanış olmayan obyekt və hadisələr haqqında məlumat almaq üçün suallar verirsə, orta qrupdur. Səbəb nəticə əlaqəsini müəyyən edirsə, böyük qrupdur. İl ərzində, həftə ərzində ilin fəsilləri varsa, səbəb nəticə əlaqəsini izah edirsə, bu da aiddir məktəbə hazırlıq qrupuna. İdrakin ikinci əsas standartı nitqi dinləyib anlayır, rabitəli danışıb, nitq etiketindən istifadə edir. Birinci körpələrdə
dinlədiyi fikrə əsasən hisslərini ifadə edən sadə sözlərdən istifadə varsa, baxın. Yəni burada sadə sözdən istifadə varsa, bu olur birinci körpələrdə. Bir neçə söz varsa ikinci körpələrdir. Sual cavabla nümayiş etdirirsə orta qrupdur. Dinləyib anladığı fikirlərə münasibət bildirirsə böyük qrupdur. Şərh edirsə bu da aiddir artıq şərh etmək məktəbə hazırlıq qrupuna. 2.2 bu artıq sırf şəkil üzrədir. Şəkil üzrə tanış obyektləri baxın. Yəni burada obyektləri adlandırır birinci körpələr. Nağıl, şeir, söylər ikinci körpələr. Hekayə və nağıllar danışır orta qrupdur. Hekayə tərtib edir böyük qrupdur. Artıq şərh etmə varsa bu olur məktəbə hazırlıq qrupu. 2.2.3-də isə artıq burada böyüklərin təklifi ilə salam sağ ol sözünü istifadə edir. Salam sağ ol varsa birinci körpələr. Yenə də burada salam sağ ol varsa həm birinci həm də ikinci körpələrə aiddir. Bəli, xeyr, çox sağ ol varsa istifadə edirsə orta qrupdur. Bağışlanmış olsun, zəhmət olmasa varsa böyük qrupdur. Yaxşı yol, xoş gəlmisiniz, xahiş edirəm. Jest mimika varsa, baxın əməldə jest mimika varsa bu aiddir məktəbə hazırlıq qrupuna. 2.2.4-də isə danışıq səslərini müxtəlif dil vahidlərində heca söz tələffüz edir birinci körpələrdir. İkinci körpələrdə dil vahidlərində heca sözcüyünə tələffüz edir ikinci körpələrdir. Düzgün tələffüz edir orta qrupdur. Artıq burada hecanın sözün yerini təyin edirsə bu aiddir böyük qrupa. Sözlərin yəni kəsmi səs təhlili varsa, kəsmi əlifba vasitəsilə varsa bu aiddir məktəbə hazırlıq qrupuna. Yəni burada savad təlimi gedir bir növ. 2.2.5-də isə artıq burada danışığından bir-iki sözdən istifadə ibarət cümlə qurursa, bir-iki söz varsa birinci körpələr, 2 sözdən ibarət cümlə varsa ikinci körpələr, 2-4 sözü varsa orta qrupdur, 4-5 varsa cümlə varsa böyük qrup və burada artıq səsdən hansı ki sözləri seçir, səslərdən hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən isə şifahi mətnlər qurursa bu aiddir məktəbə hazırlıq qrupuna. 2.2.6-da isə artıq burada nitqində böyük çox sözlərdən istifadə edirsə aid böyük çox sözü varsa birinci körpələrdir. Böyük çox varsa birinci körpələr. Nitqində əşyaların rəngini, formasını bildirən sözlərdən istifadə varsa ikinci körpələrdir. Əlamət his varsa orta qrupdur. Keyfiyyət varsa böyük qrupdur. Hekayə nağılı məzmununa uyğun istifadə edirsə bu aiddir artıq məktəbə hazırlıq qrupuna. Sonra isə sadə riyazi əməliyyatlar yerinə yetirir. Baxın, birinci körpələr qrupunda bir çox anlayışı varsa birinci körpələrdir. Böyük, kiçik varsa ikinci körpələrdir. 3 dairəsi varsa orta qrupdur, 5 dairəsi varsa böyük qrupdur, 10 dairəsi varsa məktəbə hazırlıq qrupuna aiddir. Amma ki, məktəbə hazırlıq qrupunda uşaqlara saat öyrədildiyi üçün orada artıq uşaqlara 12-yə qədər saymaq öyrədilir. Və onda bildirim ki, müəllimlər, birinci, ikinci körpələrdə sensor tərbiyə gedir. Birinci, ikinci körpələrdə sensor tərbiyə. Orta qrupdan isə məntiqi və riyazi təfəkkürün yəni inkişafı orta qrupdan gedir. Və sonra 2.2-də hansı ki burada ölçü anlayışında başa düşdüyünü, yəni böyükdür, kiçikdir nümayiş etdirir. Bu nə deməkdir? Tutaq ki, ölçü anlayışında bu olur artıq. Ölçü anlayışı varsa, böyük kiçik varsa birinci körpələrdir. Uzun qısa varsa ikinci körpələrdir. Hündürlük varsa, qalınlıq varsa, fərqləndirmə varsa orta qrupdur. Müqayisə varsa böyük qrupdur. Həcminə, hündürlüyünə görə qruplaşdırılırsa bu aiddir məktəbə hazırlıq qrupuna. 2 oxşar əşyanı seçir. Tutaq ki, 2 qırmızını seçir, 2 sarını seçir. Yəni bu aiddir birinci körpələrə. Dairəvi əşyaları adlandırırsa, tutaq ki, topdur, qarpızdır, bunlar hər biri adlandırırsa ikinci körpələrdir. Dairəni üçbucaq kvadratı adlandırırsa, tutaq ki, belə deyim də, tutaq deyək ki, bu dairədir, bu kvadratda bu üçbucaq artıq adlandırırsa, bu gedir orta qrupa. Fərqləndirirsə böyük qrupdur, qruplaşdırırsa artıq məktəbə hazırlıq qrupuna aiddir. Məkan bələdlikdə ora-bura ilkin vərdişləri nümayiş etdiyi birinci körpələrdir. Məkan yuxarı, aşağı, qabaq, arxa anlayışını fərqləndirir ikinci körpələrdir.
Baxı bölmələri zaman anlayışı uşaqlara orta qrupdan öyrədilir. Yəni sırf zaman anlayışı, yəni saat da riyaziyyatda olduğu üçün uşaqlara zaman anlayışı orta qrupdan öyrədilir. Hansı ki böyük qrupda sağ-sol demişdik ki, sağ-sol böyük qrupdur. Amma sağdan sola, soldan sağa isə məktəbə hazırlıq qrupuna aiddir. Sonra 2.3.5 birinci körpələr alt standartlarında şəxsi təcrübələrinə əsasən, yəni ilkin bacarıqlarını nümayiş etdirirsə birinci körpələrdir. Yəni burada artıq əşya manipulyasiya dövrdür. Tutaq ipi açır, bağlayır birinci körpələrdir. Tədqiq etməyə maraq nümayiş etdirir ikinci körpələrdir. Yəni hansı ki sensomotor zonadır, riyaziyyat stolüstü oyunlar güşəsidir, elm güşəsinə artıq burada vahid bir sintezi sensomotor zona ilə şərtlənir. Orta qrupda artıq burada böyüklərin göstərişi ilə tədqiqat vasitəsi, yəni bu artıq elm güşəsidir, hansı ki ölçmə müqayisə istifadə edirsə orta qrupdur. Fərqləndirirsə böyüdücü şüşə varsa böyük qrupdur. Yəni tədqiqat aparır. Məktəbə hazırlıq qrupunda isə artıq burada tədqiqat avadanlıqları, hansı ki toxunma, duyğu, qavrama burada var. Yəni hansı ki tərəzidən, böyüdücü şüşədən, maqnitdən, xətt keçiddən istifadə edirsə, bu da aiddir məktəbə hazırlıq qrupuna. Sonra bizim 3-cü inkişaf sahəmiz estetik və yaradıcı inkişaf sahəsinin yeganə əsas standartıdır ki, onun inkişaf sahəsidir ki, onun 2 əsas standartı var. Birinci 3.1-də sadə və yaradıcı bacarıqları nümayiş etdirir. Baxın, 3.1.1 burada artıq kağız üzərində qarşı xəttlər çəkirsə, ümumiyyətlə biz demişdik ki, təsvir fəaliyyət məşğələsində 4 yerə bölünür, rəsm yapmadır, aplikasiya, qulaşdırma. Baxın, kağız üzərində qarşı xəttlər çəkir birinci körpələrdir. Yəni bu sırf rəsmə aiddir. Yəni götürürsünüz bunu, rəsm. 3.1.1 rəsmdir. Qarşı xəttlər çəkirsə birinci körpələrdir, yol, yağış, ot çəkirsə ikinci körpələrdir, sadə təsvirlər çəkirsə orta qrupdur. Verilmiş sujet əsasında təsvirlər çəkirsə böyük qrupdur. Savad təliminə hazırlıq üçün zəruri olan elementar qrafik bacarıqları varsa, bu da aiddir məktəbə hazırlıq qrupuna. 3.1.2-də artıq parlaq rənglərinə görə əşyaları göstərir. Yəni bu da müəllimlər, bu da rəsmdir. 3.1.1-də rəsmdir. 3.1.2-də rəsmdir. Bu da qeyd. Yəni bu da rəsmdir. 3.1.2-də rəsmdir. İkinci körpələrdə əsas rəngləri qırmızı, sarı, yaşıl adlandırır. Təsvirlərdə uyğun rənglərdən istifadə edirsə orta qrupdur. Rəng çalarını fərqləndirirsə böyük qrupdur. Rəng çalarından istifadə edirsə, yəni istifadə varsa burada aiddir məktəbə hazırlıq qrupuna. 3.1.3-də artıq burada gəlir aplikasiya. Yəni bu 3.1.3 aiddir aplikasiya. Baxın, kağızı parçalara ayırır birinci körpələrdir. Hazır formalar kağız üzərində yerləşdirir ikinci körpələrdir. Sadə kompozisiya orta qrupdur. Dekorativ təsvirlər yaratmaq böyük qrupdur. Kompozisiya qurursa, bu aiddir məktəbə hazırlıq qrupuna. Sonra gəlir yapma. 3.1.4 yapmadır. Baxın, obuzlar arasında plastilin, obuzlar arasında yumuşaldığı hissələrə ayrılır, müəyyən formaya salırsa birinci körpələrdir. 1-2 hissədən ibarət figurlar düzəldirsə ikinci körpələrdir. 1-3 hissədən varsa orta qrupdur. Bir neçə figurdan ibarət sadə sujetlər yaratmaq bacarıqlarını nümayiş etdirirsə böyük qrupdur. Burada artıq mövzular, bədii əsərlər, təsəvvürlər əsasında sadə obrazlar yaratmaq bacarıqlarını nümayiş etdirirsə, bu da aiddir məktəbə hazırlıq qrupuna. Sonra burada gəlir 3.1.5-də isə artıq bu olur quraşdırma. Baxın, 3.1.5-də birinci körpələrdə kubları bir-birinin üzərində yanına qoyaraq ilkin quraşdırmaq birinci körpələrdir. Konstruktor hissələrini istifadə edərək, yəni ev, qaraj, güllə varsa ikinci körpələrdir. Sonra, baxın, təbiət materiallarından sadə modellər düzəltmək orta qrupdur. Təbiət materiallarından kağızdan istifadə edərək müxtəlif modellər düzəltmək böyük qrupdur. Sadə model orta qrup, müxtəlif model böyük qrupdur. Obyektin formasını müəyyənləşdirir, yəni planlaşdırır, seçirsə, burada aiddir məktəbə hazırlıq qrupuna. Sonra gəlir 3.1.6, bu da yəni sırf musiqi müəllimələrinə aiddir. Yəni tərbiyəçi müəllimələrin bu alt standartı heç bir deyimdə
Yəni müəlliməyə lazım deyil. Bu əsas gedir musiqi rəhbərlərinə aiddir. Bunlar 3.1.6-dır, 3.1.7-dir. Bu aiddir onlara. Sonra 3.1.8 isə böklərin göstərişinə əsasən oyun və rəqs hərəkətlərini yerinə yetirir birinci körpələrdir. Bu da yəni gedir artıq musiqi rəhbərlərinə aiddir bunlar da. 3.1.9-da kitabdakı şəkillərə reaksiya verir. Baxın, reaksiya verirsəm, yəni birinci körpələrdə, hansı ki burada sənədiklər də ola bilər. Baxın, reaksiya verir birinci körpələrdir. Nağılları səhnələşdirir ikinci körpələrdir. Burada laylalar, saymacalar olan bədii əsərlərində məzmununa təsvir edir orta qrupdur. Müqayisə edir böyük qrupdur. Dekorativ tətbiqi sənət əsərləri məzmununda münasibət bildirirsə, bu da aiddir məktəbə hazırlıq qrupuna. Sonra gəlir 3.2 estetik yazı inkişaf sahəsinin ikinci əsas standartı sadə əmək bacarıqları nümayiş etdirir. Baxın burada 3.2.1-də böklərin köməyi ilə soyunub geyinirsə birinci körpələrdir. Ayaqqabılarını yerinə qoyur ikinci körpələrdir. Özünə xidmət, təbiətdə məişət təsərrüfat əməyi üzrə yerinə yetirirsə bu orta qrupdur. Müxtəlif əmək bacarıqlarını nümayiş etdirirsə böyük qrupdur. Artıq burada təsərrüfat məişət əməyi üzrə müstəqil bacarıqlarını nümayiş etdirirsə bu gedir məktəbə hazırlıq qrupu. Yəni müxtəlif əmək bacarıqları böyük qrup, müstəqil bacarıqlar isə gedir məktəbə hazırlıq qrupu. Sonra 3.2.2-də isə birinci körpələrdə böyüklərin köməyi ilə oyuncaqlarını yerinə yığır. İkinci körpələr güşələrin sərgiyə salınması, güllərin sulanması ikinci körpələrdir. Həyətkarın sahədə işləmək orta qrupdur. Tapşırıqları təbiətli qrupun qaydalarına uyğun yerinə yetirmək bu aiddir böyük qrupa. İynə-sap varsa, bilirsiniz ki, İynə-sap məktəbə hazırlıq qrupuna aiddir. Harda parça və İynə-sap varsa, bu aiddir məktəbə hazırlıq qrupuna. 3.2.3-də isə artıq burada birinci körpədə özünə məxsus su və yemək qabını masanın üstünə qoyur birinci körpələrdir. Böyüklərin köməyi ilə masaya yemək dəstə düzülürsə ikinci körpələrdir. Orta qrup yeməkxanada növbətçi bacarığı varsa orta qrupdur. Sadə əmək bacarıqlarını nümayiş etdirir böyük qrupdur. Yəni hansı ki növbətçilik zamanı öz üzərinə düşən vəzifənin mahiyyətini anlayırsa, bu da aiddir məktəbə hazırlıq qrupuna. Sonra bizim dördüncü inkişaf sahəmiz olan sosial-emosional inkişaf sahəsinin də 4.1 əsas standart olan ünsiyyət bacarıqları nümayiş etdirir. Baxın, birinci körpələrdə ünsiyyətə girməyə cəhd edir. İkinci körpələrdə ilkin ünsiyyət bacarıqları nümayiş etdirir. Yəni ilkin sözü varsa ikinci körpələrdir. Sadə ünsiyyət varsa orta qrupdur. Əməkdaşlıq varsa böyük qrupdur. Artıq həmrəylik, emosional bağlılıq nümayiş etdirirsə məktəbə hazırlıq qrupuna aiddir. 4.2-də isə artıq burada böyüklərin mimika və jestlərinə intonasiyasına reaksiya verir. 4.1.2-də ikinci körpələrdə ünsiyyət qurmaq istəyini nümayiş etdirir böyüklərdə. Orta qrupda əyləncə zamanı emosional əhval-ruhiyyə, yəni sevincli olması, təəccüblənməsi bu aiddir orta qrupa. Özünün və digərlərinin emosional vəziyyətinə münasibət bildirirsə, bu aiddir böyük qrupa. Baxın, özünün və digərlərinin emosional vəziyyətinə münasibət bildirirsə böyük qrupdur. Yoldaşlarının, tərəfdaşının fikirlərini, maraqlarını nəzərə alaraq onların emosional vəziyyətinə diqqətini nümayiş etdirirsə, bu da aiddir məktəbə hazırlıq qrupuna. Sonra gəlib 4.2.2-nin alt standartı, 4.2.1 hansı ki burada əsas standartımız olan sosial həyatla bağlı bir-iki bacarıq və vərdişlərin öz məqsədə nümayiş etdirir. Birinci körpələrdə öz hisslərini, baxışlarını, mimika, jest və hərəkətlərlə ifadə edir. Yəni burada mimika, jest varsa birinci körpələrdir. Yaşıdlarının davranışını təqlid edirsə ikinci körpələrdir. Arzu, hiss və istek varsa orta qrupdur. Öz hərəkətlərini dəyərləndirmə varsa böyük qrupdur. Digərlərinin hərəkətlərini, arzu və isteklərini dəyərləndirirsə, bu aiddir məktəbə hazırlıq qrupuna. 4.2.2-də isə birgə oyunlarda iştirak edir birinci körpələrdir. Birgə oyunda qaydalara uyğun fəaliyyət göstərir ikinci körpələrdir. Orta qrupda qrupun üzvü kimi fəaliyyət göstərir orta qrupdur. Böyük qrupda isə qrup daxili fəaliyyətdə özünün və digərlərinin hərəkətlərini müqayisə edir böyük qrupdur. Məktəbə hazırlıq qrupunda isə fəaliyyətini qrupun qaydasına uyğun tənzimləyir. Yəni bu da aiddir məktəbə hazırlıq qrupuna. Sonra gəlir 4.2.3-də
Birinci körpələrdə oyuncaqlarla oynayarkən emosional mimika, səs tonu reaksiya verirsə birinci körpələrdir. Oyun hərəkətlərindən alınan nəticələri sevinirsə ikinci körpələrdir. Problemin həllində iştirak edirsə orta qrupdur. Problemin həllində müxtəlif üsullardan istifadə edirsə bu aiddir böyük qrupa. Özünə inam və müstəqillik nümayiş etdirirsə bu artıq aiddir məktəbə hazırlıq qrupuna. Sonra gəlir burada artıq 4-cü inkişaf sahəsinin 4.3 əsas standartı hörmət, münasibət və dözüm təzyiqatı nümayiş etdirir. Birinci körpələrdə yəni görürsünüz ki, bura boşdur. Yəni birinci körpələrdə yoxdur. Çünki niyə görə? Uşaq nə bilsin ki, yəni dözümlülük nədir? Yəni onlar bilmir ki, dözümlülük nədir? Dözümlülük tutaq ki, sən ola bilər ki, ağı sevirsən və yaxud da ki, mən qaranı sevirəm. Yəni sənin fikrinə hörmət edirəm. Dözümlülük budur. Yəni sənin fikrinlə razıyam. Ola bilsin ki, tutaq ki, sən bizim yəni Novruz bayramını sevmirsən. Çünki xarici ölkə vətəndaşısan, amma biz isə yəni Novruz bayramını sevirik. Ola bilər ki, sən xristiansan, Ramazan bayramını sevmirsən. Mən də Halloween bayramını ola bilər ki, sevmirəm. Amma mən Halloween bayramını sənin xətrinə qeyd edirəm. Çünki yəni mən sənin dilinə, dininə, dəyərlərinə hörmət edirəm. Sən də mənim dəyərlərimə hörmət etməlisən. Yəni dinimə hörmət etməlisən. Yəni bu da hörmət, münasibət, dözüm, tolerantlıq nümayiş etdirir əsas standartına aiddir. Ümumiyyətlə birinci körpələrdə dözümlülük yoxdur. Yəni uşaq bilmir ki, dözümlülük nədir? Çünki o hələ körpədir. Sonra ikinci körpələrdə isə ətrafdakılarla mehriban davranır. İkinci körpələrdə orta qrupda dözümlülük nümayiş etdirir. Yəni verilmiş qaydalar dözümlülükdür. Müxtəlif situasiyalarda dözümlülük isə böyük qrupdur. Milli, dini, cins, sosial varsılıqlar ki, məktəbə hazırlıq qrupuna aiddir. Baxın 4.3.2-də isə artıq burada ikinci körpələrdə fəaliyyət zamanı güzəştdə gedir, bölüşür və digərlərinə kömək edir ikinci körpələrdir. Orta qrupda xeyirxahlıq, qarşılıqlı kömək, dostluq varsa orta qrupdur. Böyük qrupda oyuncaqların rollarını bölüşür, böyük qrupdur. İnsanlara qarşı qarşıkeş münasibət, bəslək, çətinlik zamanı kömək edirsə bu da aiddir məktəbə hazırlıq qrupuna. Yəni standartların izahı bura qədər. Sonra strategiya. Ümumiyyətlə strategiya nədir? Strategiya budur ki, əvvəlcədən müəyyən edilmiş nəticəyə çatmaq üçün, hansı ki burada məqsədlər zənciri, subyektiv məqsədinə çatmaq üçün düşünülmüş planlı bir fəaliyyət modelidir. Yəni hansı ki kurikulumda təlim strategiyaları var ki, təlim prosesi və onun təşkili prinsipləri, təlimin təşkilində istifadə olunan iş formaları və iş üsulları və təlimin planlaşdırılması. Yəni burada bunlar strategiyaya daxildir. Sonra mən sizə demişdim ki, mənim yadıma salarsınız, sizə keçəcəm inteqrasiyanı. Yəni dərsimizin əvvəlində verilib, amma sona saxlamışdım ki, qarışdırmayasınız. İnteqrasiya biz demişdik ki, əlaqələndirmək deməkdir. Yəni hansı ki, inteqrasiya özü bölünür. Şaquli inteqrasiya, fiziki inteqrasiya və hibrid inteqrasiya. Şaquli inteqrasiya nədir? Tutaq ki, baxın. Bir dəqiqə burada izah verim, sonra keçərəm bura. Baxın, tutaq ki, 1, 1, 1. Tutaq ki, 1, 3, 1. Görürsünüz ki, burada birinci rəqəm nədir? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. İkinci rəqəm nədir? O da fiziki inkişafdır. Yəni görürsünüz ki, burada inkişaf sahələri dəyişmir. Əgər bu inkişaf sahələri dəyişmirsə, bu olur şaquli inteqrasiya. Yəni heç bir inkişaf sahəsi dəyişmirsə, artıq bu olur inkişaf sahəsi. Yəni şaquli inteqrasiya yaş qrupları arasındadır. Yəni bu olur. Tutaq ki, eyni inkişaf sahəsi olarsa olur şaquli inteqrasiya. Sonra buna baxaq. Fiziki inteqrasiya isə tutaq ki 3, 2, 1, 4, 1, 1. Baxın, burada isə estetikdir, burada isə sosialdır. Görürsünüz ki, burada artıq müxtəlif inkişaf sahələridir. Müxtəlif inkişaf sahələri olduğu üçün də bu gedir artıq fiziki inteqrasiya. Yəni, fiziki inteqrasiya müxtəlif inkişaf sahəsi, şaquli inteqrasiya isə eyni inkişaf sahəsidir. Yəni, eyni inkişaf sahəsi daxilində olarsa şaquli inteqrasiya, müxtəlif
inkişaf sahələri arasında olarsa olur üfüqi inteqrasiya. Yəni müxtəlif yaş qrupları şagilədir. Eyni yaş qrupları isə olur üfüqi inteqrasiya. Burada da yəni inteqrasiya əvvəldən verilmişdir. Hibrid inteqrasiya budur ki, baxın hibrid inteqrasiya isə burada həm şagili həm də üfüqi inteqrasiya olarsa bu olur hibrid inteqrasiya. Yəni sizə tutaq ki, sual belə verilə bilər ki, A variantı şagili inteqrasiya bərabərdir hibrid inteqrasiya, B variantı üfüqi inteqrasiya bərabərdir hibrid inteqrasiya, tutaq ki, C variantı şagili üstəgəl üfüqi inteqrasiya bərabərdir hibrid inteqrasiya. Artıq siz ən doğru variantı təbii ki, həm şagili həm üfüqi olduğu üçün götürürsünüz hibrid inteqrasiya. Yəni mövzumuzun izahı bura qədər müəllimələr. Deyirəm ki, hamısını birdən öyrənə bilərik ikinci günə. Baxın müəllimlər, mən sizə dedim ki, bunları sadəcə oxuyursunuz və kayda baxırsınız, orada qeydlərinizi götürürsünüz. Gələn dərsimizdə isə bunun testini edəcəyik. Yəni sual cavabı olmayacaq. Müəllimə, nəsə bir